İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugünkü Həmsöhbətin 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən biri Teymur Rəhimovdur. Biz Teymurla birlikdə layihələrin idarə edilməsi və orada görünən, görünməyən tərəflər nələrdən ibarətdir, ümumiyyətlə bir layihənin uğurlu olmasına nə təsir edir, həmçinin uğursuz olmasına. Bütün bunlar haqqında danışacağıq. Telefon nömrələrimiz həmişəki kimi açıqdır. 012 404 11 22-dir və WhatsApp nömrəmiz də var ki, əgər siz danışmağı yox, yazmağı sevirsinizsə, oraya yazasınız. Fikrini yaz, efirdə oxuyaq. WhatsApp nömrəmiz 070 412 90 94. Teymur, xoş gəlmişsiniz. Necəsiz? Salam, çox sağ olun. Təşəkkür edirəm. Siz mənim müsahibə aldığım ən dəqiq insanlardan, bəlkə də ilk 3-lüyə və ya 5-lüyə düşəcək bir insansınız. Çünki efirdən öncə danışırıq, indi müsahibə necə olacaq, neçə dəqiqə təxminən davam edə bilər. Mən deyirəm ki, ortalama yəqin ki, bir 40 dəqiqə danışacağıq da sizinlə. Teymur deyir ki, ortalama 34 dəqiqədir. Mən müsahibələrə baxmışam. Necə bu hesabladınız? Və niyə hesabladınız? Yəni bu belə deyim, təhsilcə mühəndisəm, ona görə də məncə bu dəqiqlik oradan gəlir. Bəli, digər müsahibələrə baxdım. Təxminən bütün müsahibələr 34 dəqiqə 40 saniyə müzakirə olur. Saniyəyə qədər deyil. Saniyəyə qədər olmasa da təxminən 34 dəqiqə, 34-35 dəqiqədir. Yaxşı. Müsahibələr. Ümumiyyətlə layihəni idarə etmək üçün bu qədər dəqiq olmaq lazımdır. Təəssüflər olsun ki, bəli. Ya bu sizdə təbiətən olan bir xüsusiyyətdir, yoxsa inkişaf etdirmisiniz? İnkişaf etdirmişəm, bəli. Yəni artıq mən karyeram boyunca ancaq layihələrdə iştirak etmişəm. Ona görə də yəni məcburiyyətdən bu xüsusiyyət belə deyim, bu xüsusiyyəti özümdə təkmilləşdirmişəm. Əslində pis xüsusiyyət deyil ki, dəqiq olmaq, yaxşıdır. Yox, heç də demədim ki. Sadəcə sizə həyatı biraz çətin edə bilər, çünki hər kəs sizi kimi deyil. Ola bilər, bəli, bəli. Tamamilə doğrudur. Kəş ki, hamı dəqiq olsaydı, amma təəssüflər olsun ki, yəni insanlar fərqli cür olur, amma layihənin də gözəl tərəfi odur ki, yəni sən cürbəcür insanlarla işləyirsən və cürbəcür insanlara uyğunlaşmalısan. Yəni. Ümumiyyətlə bir layihəni idarə etmə mərhələsi hardan başlayır, nəyi bilmək lazımdır, ardıcıllıq necədir? Bu ilk növbədə həmin layihənin sayəsindən asılıdır. Yəni bildiyiniz kimi layihələrin idarə olunması çox belə geniş bir sahədir bu və hər yerdə tətbiq olunur da, istərsə IT-də olsun, istərsə neft-qaz sahəsində olsun, tikinti sektorunda, təhsil sektorunda, xidmət sektorunda. Ona görə də sektordan asılı olaraq layihənin özəllikləri dəyişə bilər. Amma ümumiyyətlə götürsək, bir layihə rəhbərindən tələb olunan keyfiyyətlərdən biri, yəni həm liderlik keyfiyyətləri, həm də ki bir menecer, bir rəhbər keyfiyyətlərinin olmasıdır. Çünki sən həm insanlarla işləyirsən, həm biznes proseslərlə işləyirsən və həmçinin də sən hansısa bir sənayenin içindəsən. Yəni həmçinin də o sənayenin içində olan xəbərlərdən belə də gedişatlardan xəbərin olmalıdır. İndi müxtəlif sahələrin adını qeyd elədiniz. Bunlara görə, məsələn, sektora görə bölə bilərik, ən çətin hansı sahədə olan layihələri idarə etməkdir? Məncə hər bir sektorun özünə uyğun çətinlikləri var. Ona görə də bu bölgünü aparmaq biraz çətin olacaq. Yəni IT sektorda məsəl üçün öz çətinlikləri var. Onlar bir cür layihələrin idarə olunması yöntəmindən istifadə edirlər. Ənənəvi sektorlardan tikinti, neft-qaz, infrastruktur sektorları qeyd edə bilərəm. Orada tamam başqa bir sahədir və bizim belə deyim, gördüyümüz risklər və bizim gördüyümüz çətinliklər tamam başqa bir təbiətə özünə məxsusluğu var, bəli. Yəni ona görə də deməzdim ki, hansı sahələr daha asandır, hansı sahələr daha çətindir. Yəni hər bir sahənin öz çətinliyi var. İndi neft-qaz sektorunda layihələr necə idarə olunur ümumiyyətlə? Neft-qaz sektoru belə deyim də bizim ənənəvi layihələr, yəni bizim şəlalə dediyimiz metodu ilə idarə olunur, yəni waterfall metodologiyasına əsasən və bu biraz ənənəvi metodologiyalara aid olur. Neft-qaz layihələri Siz Agile-a qarşısınız da, belə başa düşürəm. Yox, qətiyyən qarşı deyiləm. Sadəcə hər bir layihələrin, belə deyim, hər bir metodikanın öz tətbiqi vardır. Harda o tətbiq oluna bilər və harda o tətbiq oluna bilməz. İndi sizdə necədir? Biraz için açın. Məsələn, idarə etmə necə olur? Yuxarıdan gəlir, göstərir.
Bəli, təbii ki, bizdə yəni hər bir layihə ilk növbədə texniki və iqtisadi əsaslandırmadan keçməlidir və bu sahədə siz layihənin əsas məsələni, əsas məqsədini müəyyənləşdirirsiniz. Hər bir layihə hansısa bir problemi və hansısa bir məqsədə xidmət etməlidir. Yəni bu layihənin təməl olan bir belə deyim də tələbidir. Əgər bu hər hansı bir problemi həll eləmirsə, hər hansı bir məqsədə xidmət eləmirsə, yəni bu layihə təsvirlər olsun ki, hardasa hansısa mərhələsində uğursuzluğa məhkumdur, yəni belə desək. Və ilk növbədə hər bir layihə belə deyim, texniki iqtisadi əsaslandırmadan başlanılır. Ondan sonra əgər bu layihə məqsədə uyğun, yəni bu layihəni davam etdirmə məqsədə uyğundursa, yəni bazar buna imkan verir və həqiqətən də bu hansı bir problemi həll eləyirsə, növbəti mərhələ planlama mərhələsindədir ki, harda ki bizdə əsasən yəni bütün gələcək layihələrin hamısı planlamasını aparırıq. Daha sonra isə həmin layihənin icra periodu başlayır, harda ki əsas işlər aparılır, icra periodu. Və icra periodundan sonra isə bizdə belə deyək də son periodda bağlama periodu adətən deyirik, close out-ana. O periodda biz artıq əldə etdiyimiz nəticələrə baxırıq, harda düzgün eləmişik, harda səhvlər eləmişik, hansı dərslər çıxartmışıq və s. Yəni normalda bu istiqamət üzrə neft qazda və bir çox sahələrdə layihələr məhz bu istiqamət üzrə gedirlər. İndi məhz bu sahədə olan layihələr yox, ümumilikdə əgər baxsaq, hansı mərhələdə anlamaq, daha tez anlamaq olur ki, layihə uğurlu olacaq yoxsa uğursuz? Belə bir burada Tolstoyun məşhur bir ifadəsi var, deyir, bütün ailələr, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, amma bütün bədbəxt ailələr hərə bir cür bədbəxtdir. Yəni bütün uğurlu layihələrin aşağı-yuxarı hekayəsi eyni cürdür. Yəni amma bütün uğursuzluğa düçar olan layihələrin hekayəsi fərqli cür olur da. Ona görə də yəni hansı mərhələdə bunu anlamaq olar və bunun bir mənalı bir cavabı yoxdur. Yəni hansısa layihələr artıq başlanğıcıdan siz görürsünüz ki, bu layihələr məsəl üçün uğursuzluğa düçar olacaq. Məsəl üçün bir nümunə gətirim. Məşhur Avstraliyanın Sidney operası. Hamımızın bildiyimiz, yəni hal-hazırda Avstraliyanın və ümumiyyətlə dünya 20-ci əsr memarlığın belə bir ən məşhur memarlıq əsərlərindən biridir. Bu layihə başlayanda 1959-cu ildə səhv eləmirəmsə başlayıb və o ilkin plana görə bu layihə $7,000 başa gəlməli idi və 4 il ərzində bu layihə tikib qurtarmalı idi. Onun əvəzinə bu layihə 14 ilə bitib və $107 milyon başa gəlib. Yəni layihə nöqteyi nəzərdən biz baxsaq, bu böyük bir uğursuzluqdur, yəni failure, yəni açıq desək. Amma retrospektiv nöqteyi nəzərdən biz buna yanaşsaq, bir mənalı olaraq biz buna uğursuzluq deyə bilmərik. Çünki bu həm Avstraliyanın simvoluna çevrilib və bəlkə də məsəl üçün bir dünya arxitektura simvollarına çevrilib. Ya burada da uğur məsələsi nisbidir də, baxın. Bəli, təbii ki, yəni uğur məsələsi nisbidir. Ona görə də bir mənalı olaraq demək çətindir hansı mərhələ. Təbii ki, sona doğru getdikcə biz artıq bu layihənin uğurlu olub olmamasını anlaya bilərik. Amma ümumilikdə götürəndə yenə də bu hər case by case dediyimiz, hər bir individual şəkildə bu hər bir layihəyə baxılmalıdır. Biz bugün layihələrin idarə edilməsi və ən çox görünən, görünməyən tərəflər nələrdən olur? Bu haqda danışırıq. Həm söhbətimizdə 4-cü yüksəliş müsabiqəsinin qalibi Teymur Rəhimovdur. Təbii ki, Teymurla birlikdə biz yüksəliş müsabiqəsindəki qalibiyyət haqqında da mütləq danışacağıq. Amma qısa reklam fasiləsindən sonra. 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən olan Teymur Rəhimov studiyamızdadır və biz onunla birlikdə layihə idarə etməsi haqqında danışırıq. Amma başlayandan daha çox biz texniki bilikləri müzakirə edirik hələ ki. Bu mu daha önəmlidir, yoxsa insanları idarə etmək? Mən deyərdim insanları idarə eləmək, çünki nəticə itibarilə həmin o planları yerinə yetirən bəs insanlar olur. Ona görə də hardasa deyərdim ki, 40-ın 60-a nisbi ilə insanları idarə eləmək daha vacibdir, nəinki deməli hansısa bir texniki işlər həcmini idarə eləmək. Sizin öz üsullar var insanları idarə edərkən? Var, təbii ki, amma deməyəcəm. Elə olmaz, burada elə olmaz.
Yox, təbii ki, bu layihə rəhbərinin müəyyən bir belə metodikası olmalıdır insanlarla işləməklə. Yəni bu normalda hər bir rəhbər şəxsin ümumi metodikalardan heç də fərqlənmir. Yəni əsasən səhv eləyəndə cəzalandırırsınız, düz eləyəndə mükafat və salam. Deyərdim, bəli, o cümlədən də o. Yəni cəzalandırma biraz sərt səslənir, amma müəyyən bir nizam-intizamın olması gərəklidir. Yəni layihələri aparmaq üçün. Çünki layihələrdə əsas meyillərdən biri vaxtdır və biz vaxta baxıb belə deyim də hərəkət eləyirik və iş qrafiki yəni çox mühüm bir layihələrin mühüm bir aspektlərindən biridir. Ona görə də bütün layihə komandasını özünü intizamlı şəkildə aparmaq və vaxta qənaət eləmək çox vacibdir. Və həqiqətən də həmçində mükafatlandırmaq. Və sadəcə o deyil, yəni bilirsiniz necədir? Burada düzgün insanları düzgün idarə eləmək, düzgün ab-hava qurmaq, düzgün liderlik eləmək məhz bu amillərdən, yəni o layihənin uğuru məhz bu amillərdən asılıdır. Düzgün lider, yəni bu çox abstrakt səslənir. Bu nə deməkdir? Düzgün belə deyim. Yəni burada həmişə demişəm ki, layihələr bir komanda idman növüdür. Və hər bir komanda idman növündə olduğu kimi burada hər bir insanın düzgün, yəni futboldakı kimi düzgün mövqedə olması çox vacibdir. Yəni hər bir insan belə deyim, öz yaxşı və özünün bilik və bacarıqlarına uyğun olaraq o işi yerinə yetirilməlidir. Və həmçinin də o insanın belə deyim, düzgün ab-havada olması. Çünki bizdə belə bir deyim var. Joints are the weakest. Yəni necə ki insan bədənində ən zəif yerlər oynaqlardır, bizdə də layihələrdə ən zəif yerlər müxtəlif disiplinlər arası olan inteqrasiyadır. Və bu inteqrasiyanı məhz layihə rəhbəri təmin eləyir. Yəni bu inteqrasiya olan yerdə düzgün ab-hava olur və insanlar bilirlər ki, burada kommunikasiya düzgün aparılır, hər kəsin hər şeydən xəbəri var. Burada yəni artıq belə deyim də artıq söhbətlər yoxdur, məlumat bərabər şəkildə paylanır və s. Və insanlarda bu bir düzgün ab-havanın yaranmasına kömək eləyir. Yəni insanlar bilirlər ki, okey, ən azı gələcək işini planlaya bilirlər. Bu nöqteyi nəzərdən, yəni belə bir ab-havanın yaradılması daha doğrusu məhz layihə rəhbərin liderliyindən asılıdır. Yəni onun insanlarla necə davranış eləməyindən, insanlarla necə danışmağından, insanları necə anlamağından ondan asılıdır. Yəni liderlik deyəndə mən ilk növbədə ona nəzərdə tuturam. Sizin üçün güclü komanda anlayışı var, yoxsa istənilən şəxslə eyni nəticəni əldə edə bilərsiniz? Xeyr, yəni əlbəttə ki, güclü komanda çox layihəyə böyük bir təsiri var da. Yəni və hətta mən deyərdim ki, bizdə layihələr işlər həcminin üzərində qurulur, yəni scope of work dediyimizdə və nə qədər də plan yaxşı qurulsa da, komanda əgər zəifdirsə, o planı yerinə yetirmək o qədər də çətin olacaq. Və tərsinə, nə qədər də yəni belə deyim, biz işlər həcmində çiy deyirik. Yəni nə qədər də bu çiy olsa da, nə qədər də bu tamamlanmamış olsa da, yaxşı təcrübəli komanda ilə sən o layihəni yerinə yetirə bilərsən. Siz kimə deyirsiniz güclü komanda? Orada kim olanda? İlk növbədə insanlarda birincisi həmin sahədə biliklər olmalıdır. İkincisi həmin insanlarda təcrübə olmalıdır və üçüncüsü həmin insanların şəxsi keyfiyyətləri layihəyə uyğun olmalıdırlar. Yəni çünki dediyim kimi layihə bir komanda idman növüdür. Bütün bu biliklər, insanları idarə etmə, layihə və s. yüksəlişdəki qalibiyyətinizə hər hansısa formada təsir elədi? Düşünürəm ki, bəli. Təmin bu hardasa mənim qalibiyyətimdə rolu var idi. Çünki istər-istəməz, yəni mən uzun müddətli layihələrdə işləyirəm, hətta deyərdim karyera boyunca ancaq layihələrdə işləmişəm. Layihələr səndən nə tələb eləyir? Yaxşı planlama bacarığın olmalıdır. Yəni hər bir işi bir 5 addım, 10 addım qabaqcadan görməlisən. İkinci növbədə mən deyərdim ki, insanlarla işləmək, çünki layihələrdə müxtəlif insanlarla işləyirsən. Bizdə məsəl üçün stakeholder dediyimiz bir insanlar var. Əslində stakeholder kimlərdir? Layihədə onu çox vaxtı maraqlı tərəflər kimi qeyd edirlər. Əslində bu tam düzgün bir ifadə deyil. Bu layihəyə təsir göstərən və layihədən təsirlənən insan, bir qrup insan və ya məsələn təşkilat ola bilər və hərəsi ilə işləmə bacarığın olmalıdır. Yəni hərəsi ilə bir necə deyirlər, bir dil tapmalısan.
Məncə bütün bu keyfiyyətlər həm insanlarla işləmək, həm işi planlaşdırmaq, həm managerial deyək tərəfi, həm də liderlik tərəfi hər ikisinin də məsəl üçün layihələrdə işləyən insanlar üçün hər ikisini inkişaf elətdirirsən və məncə bu keyfiyyətlər mənə yüksəlişdə qalib gəlməyə kömək eləmişdilər. Teymur, sizə görə işləmək üçün ən çətin insan xüsusiyyəti və ya insan tipi kimdir? Necə adamla işləmək olmur? Deməzdim ki, hər hansısa bir tip var. Yəni necə deyirlər, hərə bir cürdür də bizdə də. Yəni layihələrdə də hər cür insan görürsən də. Məsələn, adətən insanlar belə deyim də layihə rəhbəri olaraq win-win, yəni hər kəsin qalib gəldiyi, hər kəsin istədiyini aldığını bir şərait qurmalısan. Hər dəfə alınmır. Bu təbii ki, bəzən sən kompromisə getməli olursan və bəzən sən digər tərəfi kompromisə getməyə belə deyim də inandırmalısan və bu daha çox səndən asılıdır. Yəni yenə dediyim kimi, siz əgər bir insanı çətin bir insan görsəz, yəni çətin xəssiyyətli bir insan görsəz, o həqiqətən də sizin üçün çətin bir xəssiyyətli bir insan olacaq. Hər bir insanın özünə uyğun bir approach var, bir yöntəmi var onunla işləməyə. O sadəcə o yöntəmi tapmaq lazımdır. Amma mənə görə var. O işləmək istəməyən insandır. Yəni o həvəsi yoxdur da, işləmək istəmir, sadəcə necəsə məcbur gəlir, gedir və sən onunla, bilmirəm, rəhbərlər bunu fərqinə varırlar. Amma sən onunla məsələn əməkdaş, iş yoldaşı olanda bir komandasan və sən onunla bərabər nəsə etməlisən, bu insan işləmək istəmir. Məncə burada bu daha çox rəhbərin vəzifəsidir ki, həmin insanın motivasiyasını təmin etməkdir. Yəni məncə işləmək istəməyən insanlar olmur, motivasiyası aşağı olan insanlar olur. Yəni həmçində siz onun motivasiyasını qaldırmaq üçün yəni müəyyən bir tədbirlər görməlisiniz də. Bu bəziləri üçün bu maddiyyat ola bilər, bəziləri üçün bu belə deyim işin marağı ola bilər, bəziləri üçün bu oynadığı rol ola bilər və s. Yəni sən bu insana yenə deyim ki, o açarı tapmalısan, onu nə motivə eləyə bilər və o açarı tapmaqla sən o insanları belə deyim də, yəni belə passiv bir ab-havadan çıxardıb çox da məsəl üçün layihə üçün faydalı bir insan eləyə bilərsən, faydalı bir işçi eləyə bilərsən. Uzun müddətli layihələrdə necə qorumaq lazımdır motivasiyanı? İlk növbədə insanlar başa düşməlidirlər ki, bu layihəni onlar niyə görə eləyirlər. Yəni ən böyük bir problem insanlarda bu ümumi baxış itəndədir. Yəni insanlar artıq belə rutin bir işə belə deyim odaqlanırlar və ondan sonra da belə böyük şəkli görmürlər. Biz big picture deyirik ona. Yəni böyük bir ümumi mənzərəni görmürlər. İlk növbədə yəni siz insanları nəyə görə, bu layihə nəyə görə olunur, nəyə lazımdır və kimə lazımdır, onu çatdırmalısınız. İkinci növbədə təbii ki, onların iş şəraitinə məsələn önəm verməlisiniz. Siz əmin olmalısınız ki, onları bu işi yerinə yetirmək üçün hər cür alət, hər cür iş imkanı yaradılıb. Başqa da yəni dediyim kimi ab-hava yəni də o yəni kollektiv daxilində ab-havanı düzgün ab-havanı qorumaq çox düzgündür. Yəni ən yaxşı belə yerlər, ən belə deyim yüksək səviyyəli həm maddiyyat nöqteyi-nəzərdən, həm də ki iş şəraiti nöqteyi-nəzərdən əgər o kollektivdə müəyyən bir toksiklik varsa, yəni orada yüksək nəticə əldə etmək çox çətin olacaq. Mən bilmirəm yüksəlişdə bu planlama səriştəsinə xüsusi fikir verilirdimi ya yox, amma yəqin ki siz əgər fikir verilibsə oradan yaxşı bal yığmısınız. Böyük ehtimal, yəni bəli. Başqa nələrdən yaxşı nəticə göstərdiniz? Tam xatırlamıram, amma məncə qalib gəlmək üçün siz ən əsas səriştələrdən biri birincisi insanlarla işləmə bacarığıdır. Yəni insanları belə deyim inandırmaq, insanları motivə eləmək, insanları sinergiya şəklinə gətirmək, yəni bir araya gətirib və eyni iş üzərində çalışmaq imkanı yaratmaq kimi bu səriştələr çox önəmlidir. Yəni birinci növbədə deyərdim ki, insanlarla işləmə bacarığı. İkinci deyərdim sizin managerial bacarıqlarınız, sizin bir rəhbər olaraq bacarığınız, yəni iş prosesinin qurulması, yəni düzgün iş proseslərinin qurulması. Əgər siz düzgün iş prosesi qura bilirsinizsə, yəni belə deyim də nailiyyət nəticədə olmur. Nailiyyət düzgün proses həmişə nailiyyətə gətirir. Əsas məqsəd düzgün prosesi qurmaqdır. Yəni və deyərdim ki, ikinci ən böyük belə deyim, ən vacib səriştə düzgün prosesi qurmaq bacarığıdır. Və sonuncu deyərdim ümumiyyətlə sizin işlədiyiniz sahədən və ümumiyyətlə ətraf
ətrafdakı vəziyyətdən olan bilikləriniz, yəni iqtisadiyyat olsun, siyasi, sosial və sair və ilaxır, yəni ümumiyyətlə bir dünya görüşü deyərdim. Yəni bir dünya görüşünə sahib olmağınız. Yəni, Bu bütün mərhələlərdə məhz bunlar lazımdır. Bəli, aşağı-yuxarı. Sizin üçün ən çətin mərhələ hansı idi? Final. Məsələn, nə onu daha çətin edir? Finalda artıq yəni uzun bir yol qət eləmisən və yorulursunuz həm. Həmçində bir yorğunluq da var idi və həmçində sən artıq yəni top qaymaqlarla rəqabət aparmalı olursan və orada həqiqətən də finalda məsəl üçün mən deyərdim ki, rəqabət çox yüksək səviyyədədir və hamı qalib gəlmək istəyir və hamı çox biliklidir, çox bacarıqlıdır, çox istedadlıdır və onların arasında sən özünü ən yaxşı tərəfdən göstərməlisən. Onların arasında sən həqiqətən də uzlaşmalısan onlarla, bu insanlarla bir sinergiya qurmalısan, bir кейsi əldə eləməlisən, bir nəticə ortaya qoymalısan. Bu da yəni artıq səndə olan şəxsi keyfiyyətlərdən asılıdır. Bəs bax, məsələ odur ki, o şəxsi keyfiyyətləri necə inkişaf etdirmək lazımdır ki, komandada həm eşidiləsən, həm idarə edə biləsən, uyğunlaşasan? Yaxşı sualdır. Yəni məncə onu insanlar gündəlik işini yerinə yetirməklə özünə verdiyi suallardan asılıdır. Mən bu işi niyə yerinə yetirirəm? Mən bu işdə nəyi dəyişdirərdim, nəyi təkmilləşdirərdim? Yəni körtəbii şəkildə gəldim, yəni bir robot kimi işimi gördüm, çıxdım, getdim, yox. Məncə liderlik oradan başlayır ki, siz artıq başlayırsınız fikirləşməyə ki, mən bu işi necə təkmilləşdirə bilərəm, necə daha effektiv eləyə bilərəm. Daha sonra isə bu nəticələ, bu dəyişikliklərin yerinə yetirməyə çalışmalısınız və əgər siz bu dəyişiklikləri yerinə yetirə biləcəksinizsə, yəni sizə hardasa bir növ lider demək olacaq. Niyə görə? Çünki lider hansı insandır? Lider status quo-nu pozan insandır. Lider o kəsdir ki, ümumi gedişatına razı deyil, yəni. İlk dəfədir mən görürəm kimsə liderliyə belə tərif verir. Status quo-nu pozan? Hə, gedişatla razı olmayan. Bəli, yox. Xeyr, onu müxtəlif kitablarda və müxtəlif belə deyim mənbələrdə mən bu şeyə rast gəlmişdim. Bu belə bir tərifə rast gəlmişdim və sonra da fikirləşdim, həqiqətən də, yəni lider insan daima status quo-nu pozmağa istəyən bir şeydir. Çünki hər hansı bir gedişat var, hamı artıq ona uyğunlaşır və getdikcə də bu gedişatın, bu vəziyyətin effektivliyi aşağı düşür. Çünki ətraf dinamikdir. Ətrafda gedən proseslər də var və siz əgər qabağa getmirsinizsə, o deməkdir ki, siz yavaş-yavaş arxaya gedirsiniz. Ona görə də lider kimdir? Daima status quo-nu challenge eləyən, daima status quo-ya bir belə deyim, sual altına qoyan bir kəsdir. Amma burada bir balans var da yəqin ki. Çünki indi məsələn bizə eşidən kimsə elə biləcək ki, artıq dərhal gedib işdə nahardan sonra hər hansı bir qaydaya qarşı çıxmaq lazımdır. Yəni əsaslandırma olmadı, bir alternativi olmadı. Sadəcə də mən prosesə qarşı çıxım. Mən fikir verdiksə qarşı çıxım sözü işlətmədim, mənim təkmilləşdirmək sözü. Yəni hər bir prosesi və hər bir vəziyyəti təkmilləşdirmək olar. Əgər siz hər hansısa bir belə deyim, istərsə iş prosesi olsun və istərsə bir işi, istərsə bir hər hansı bir şey təkmilləşdirə bilirsinizsə, məncə bunu ən azı sizi dinləyərlər, belə deyim. Ən azı dinləmirlərsə burada artıq sizin liderlik keyfiyyətlərinizdən asılıdır. Yəni siz özünüzü dinlətdirməlisiniz. Yəni bütün uğur hekayələrinə baxsaq, insanlar onlarla qapı döyürdülər, onlarla insana müraciət edirdilər ki, ta onların məsəl üçün hansı təklifi qəbul olunana kimi. Yəni məhz bu belə deyim, necə deyim, nəticəyə yönümlülük sizin uğurunuzun ən əsas meyarlardan biridir. Yəni bütün şeyə baxmayaraq, bütün çətinliklərə baxmayaraq, yenə də gedib, yenə də məsələn qapı-qapı gəzib bu dəyişiklikləri ya da ki bu təklifləri qəbul etdirməyi bacarırıq. Bəs bu korporativ mühitdə necə olur? Məsələn, kimsə deyək ki, sizin əməkdaşlardan biri bir neçə dəfə sizə fikir bildirib, amma siz öz səbəblərinizdən qəbul etmirsiniz. Sizcə necə inandırmalıdır, nə deməlidir və ya nəyi düz etmir ki, siz onu eşitmirsiniz? Yəni yenə də deyirəm də, bu insanların hər şey insanların maraqlarından uyğundur. Yəni sizin elədiyiniz təklif onların maraqlarına uyğun olmalıdır. Əgər təbii ki, hər hansısa bir məsəl, xüsusilə də sizin vurğuladığınız korporativ mühit bu çox belə ənənəvi, çox belə konservativ mühit olur ki, yəni korporativ mühitlərdə dəyişikliklərə nail olmaq biraz daha çətin olur.
Burada isə yəni məncə hər bir tərəfə olan xeyri göstərmək çox vacibdir və ya bu dəyişikliklərin nə dərəcədə zəruri olmasından, yəni sense of urgency dediyimiz nə dərəcədə zəruri olmasını göstərmək lazımdır. Məhz bu şəkildə, yəni siz onu göstərə bilsəz, ən azı insanları düşündürməyə vadar eləyəcəksiniz. Teymur, sizin fikrinizcə layihələrdə ən çox diqqətdən qaçan, amma sonradan ən böyük problem yaradan detallar nələr olur? Bilirəm ki, detalları çox sevirsiniz, ona görə. Əsasən də kiçik detallardır. Hər hansı məsəl üçün də bizim ən çox əziyyət çəkdiyimiz məsələlər hansısa bir kiçik və heç kimin fikri vermədiyi bir detal ola bilər. İstərsə texniki nöqteyi nəzərdən, istəyirsə məsəl üçün satın almalar nöqteyi nəzərdən. Bunun üçün də məsəl üçün risk management, risklərin idarə olunması, layihələrin idarə olunması mühüm bir hissəsidir. Niyə? Çünki layihələr çox dinamik bir mühitdə yer alırlar. Dinamik bir mühitdə deməli işlənilirlər və belə olan bir mühitdə riskləri dəyərləndirmək, riskləri gözdən keçirmək və bu risklərə məsəl üçün də bu riskləri düzgün müəyyənləşdirmək ən böyük faktorlardan biridir. Niyə görə? Çünki belə deyim də, ən xırda bir şey risk əslində nə deməkdir? Risk bir uncertainty-dir. Yəni bizim üçün bilinməyən bir şeydir, yəni. Və daima bizdə proseslər hər hansısa bizim bilmədiyimiz ya da fikrimizdən qaçdığı bir şey ola bilər ki, yəni önəmliyi aşağıladığımız bir şey ola bilərdi ki, yəni biz deyə bilərdik ki, o qədər də önəmli deyil. Məhz belə şeylər gələcəkdə mütləq şəkildə problem olurlar. Yəni bir Murphy qanunu var. Yəni hər hansı bir şey səhv gedə bilərsə, bu mütləq şəkildə gedəcək. Yəni layihələrdə də həmçindir də. Yəni əgər bizdə hər hansısa bir şeyə biz başsoyuqluq eləsək, onu bir problem kimi görməsək, o həmişə də məsəl üçün bizə problem olaraq qayıdır. Xüsusən deyən ki, sizin sahədə neft-qaz sektorunda səhv varsa, böyük orada məbləğlərdən söhbət. Bəli. Sizin belə səhvlər olub? Mənim şəxsən olmam, mənim işlədiyim layihələrdə bəli olub. Yəni hansısa kiçik bir səhvdir. Yəni layihə gedişatında biz artıq bir gördük ki, burada böyük bir uyğunsuzluqdur və bu dediyim kimi şəlalə olduğumuz üçün biz hardasa yolun bir 50-60%-ni qət eləmişik və artıq bir dəyişiklik eləmək artıq çox gecdir. Və burada bayaq dediyim kimi güclü komanda işə düşür. Burada yəni təcili şəkildə bir həll yolu tapmaq lazımdır bu problemə və biz bir növ buna bir texniki həll yolu tapıb bir növ həll eləyirdik. Yəni bəli. Süni intellektdən də danışaq da bugün, yəni layihə idarə etməsinə necə təsir edirmi, nəsə müşahidə edirsinizmi öz fəaliyyətinizdə? Sözsüz ki, hər bir sahədə olduğu kimi süni intellekt bizim sahəmizdə yan keçməyib, bizim sahədə müəyyən qədərlə təsiri var. Nəyə qeyd eləyə bilərdim? Əlbəttə ki, süni intellekt nəyə kömək eləyir? Süni intellekt insanların səhvini azaldır. Yəni insan faktorunu belə deyim layihələrdə azalmaqda kömək eləyə bilər. Bizdə əsasən harda istifadə olunur? Riskləri müəyyənləşdirməkdə, qrafiki quranda, işlər həcmini təkmilləşdirəndə, deməli, büdcə hesablamalarında və s. və ilaxır. Yəni bu yönlərdə bizdə süni intellekt bəli, kifayət qədər yardımçı rol oynayır, amma bir çox insanlar indi qorxurlar ki, yəni yaxınlarda o süni intellekt onların işini əldən alacaq və s. Mən şəxsən layihələrdə belə bir şey müşahidə eləmirəm ki, məsəl üçün bir 10 ildə ya da 15 ildə layihədə məsəl üçün də əsas rollarda olan insanlar, məsəl üçün layihələ nəzarət komandası, layihə keyfiyyət komandası və s. onlar məsəl işsiz qalacaqlar. Amma təbii ki, bəzi biznes proseslər layihələrdə dəyişəcəklər. 6-cı yüksəliş müsabiqəsində iştirak edənlərə nə tövsiyə edirsiniz? Özünə inansınlar, mübarizəni davam etsinlər və heç nəyə baxmayaraq yoluna davam etsinlər. Başqa nə deyə bilərəm? Yox, elə bunlar yaxşı idi. Tamam, o qədər. Çox sağ olun. Bugünkü həmsöhbətim 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən biri olan Teymur Rəhimov idi. Onunla birlikdə həm yüksəliş haqqında danışdıq, həm də layihələrin idarə edilməsini müzakirə etdik.